Məncə burada bax nə qədər insanlar tanıyırıq da, mikrofonla danışa bilmir, çətinlik çəkir. Onların kökü səhvə yönəltməkdirmi? Onlar danışa bilmirlər. Yox, bu hamıda belə deyil. Amma hərədə fərqli qorxu ola bilər. Bu mənim qorxumudur ki, bir məsuliyyət var. Səhv etməkdən qorxuram deyə mikrofonu əlimə almaq istəmirdim. Amma bu hər insanda fərqli olur. Peşman olmaqdan qorxuram. Amma peşman olmaq üçün nəsə eləmək lazımdır. Yəni bir şey eləyirsən, onun nəticəsindən qorxmaz. Yəni peşmanlıq bir nəticədir də. Yəni istədiyin nəticəni əldə edə bilmirəm. Onun üçün peşmanam. Peşman olmaq qorxumun fərqinə mən bir neçə gündür varmışam və mənim üçün peşmançılıq hal-hazırda o prosesi yaşamağa və dərk etməyə çalışıram və artıq peşmançılığa negativ bir hal kimi baxmamağa başlamışam. Peşmançılığın özü də bir təcrübədir. Daha doğrusu peşman olmaqdan qorxub addım atmamaq hərəkətsizlikdir. Bu yaşamamaq deməkdir. Amma nəticədə bir təcrübə əldə eləyəcəm deyə artıq onu negativ duyğu kimi görməməyə başladım. O onun ikinci hissəsidir də, artıq hadisədən sonraki hissəsidir. Amma peşmanlıq özü, yəni peşman nə vaxt olursan, nəticədə olursan. Bəli, düzdürmü? bəli. Bax, onu ilə bu danışdığın arasında nə ziddiyyət gördün? Bax, öz danışdığında mənim danışdığım arasında hansı ziddiyyət görə bildin? Bayaqki hansı məsələ ilə? Ali hədəflə bağlı danışdığım. Ali hədəf. Yaradanın yerdəki gözü, əli, ayağı və yaxud da ki, dediyiniz kimi qulu və yaxud da ki, işçisi kimi görmək bu ali məqsədə çatmaq deməkdir. Ali hədəfi yerinə yetirmək deməkdir. Biz amma mən indi ora çatmamışam deyə təmiz qəlblə bu barədə belə danışmağım doğru olmaz. Ora doğru getdiyimin fərqindəyəm.